Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli izləyicilər, əziz dəyərli möminlər. Bu günləri də zamanın imamı mövzusuna qaldığımız yerdən davam edirik və ötən mövzumuzda biz intizar bəhsi barəsində danışmışdıq ki, gəldik çatdıq bir nöqtəyə ki, İmam Əcəlallah Fərəcahu Şərifin zührunun əlamətləri. Nədir bu əlamətlər? Bildiyimiz kimi də hər bir hadisədən qabaq müəyyən əlamətlər var ki, bunlara bir sıra nümunələr çəkmək olar. Ən bariz nümunəni səsləndirəcəm ki, ötən mövzularda səsləndirmişdim. Yağıntı yağmamışdan qabaq qara bir bulud gəlir. Bu qara bir bulud səbəb deyil, əlamətdir. Eləcə də İmamın zührunun da müəyyən əlamətləri var. Və haşiyədən kənara çıxıb bunu da qeyd etməliyəm ki, necə ki İmamın zührunun əlamətləri var, bu əlamətlər və eləcə də İmamın zührunun özü nədir? Qiyamətin əlamətləridir. Necə ki, əziz dəyərli Peyğəmbərimiz hədisdə belə buyurur ki, qiyamətin əlamətləri barəsində bunlardan Süfyani, Dəccal, Tüstü, Qaim əleyhissalamın zühru, İsa əleyhissalamın yerə enməsi, şərqdə çökmə hadisəsi, qərbdə çökmə hadisəsi, Ərəb yarımadasında çökmə, günəşin qürub etdiyi yerdən doğması, yəni batdığı yerdən doğması və ədənin dibindən çıxan bir ot ki, insanları məhşərə tərəf aparar. İmam Mehdi Əcəlallah Fərəcahu Şərifin zühru hədisdən gördüyümüz kimi də qiyamətin əlamətidir. Qiyamətin əlamətidir. Və bu hədis həm də digər məsumlar tərəfindən də səsləndirilib. Təqribi olaraq eyni mətindir deyə onları çəkməyəcəm burada, o hədisləri səsləndirməyəcəm və İmam Mehdi Əcəlallah Fərəcahu Şərifin zührunun əlamətləri çoxdur və bu əlamətləri hədislərdən də bizə gəlib çatana, yəni bizə çatdığına görə iki hissəyə bölürük. Qəti əlamətlər var, bir də qeyri-qəti əlamətlər var. Yəni qəti əlamətlər budur ki, onlar baş verdiyi zaman İmam Əcəlallah Fərəcahu Şərif zühru, yəni çox yaxındır. Birincisi, Ramazanın 23-cü gecəsində səhər vaxtı səmadan gələn bir səs. İkincisi, Süfyaninin xurucu, üçüncüsü Yamaninin xurucu, dördüncüsü Beyda çölündə çökmə, beşincisi Nəfs-i Zəkiyyənin öldürülməsi ki, bunlar bu 5 əlamət qəti əlamətlərdir. Necə ki İmam Sadiq əleyhissalam buyurur hədisdə, qaimin qiyamından öncə 5 əlamət vardır ki, bunlar nədir? Qəti əlamətlərdir. Birincisi Yamani, ikincisi Süfyani, üçüncüsü səmadan car çəkən carçı, dördüncüsü Beydada yerin batması ki, bu Beyda çölü Ərəb yarımadasında yerləşir, Məkkə ilə Mədinə arasında səhv etmirəmsə yerləşməlidir. Orada yəni yerin batması hadisəsi. Beşincisi Nəfs-i Zəkiyyənin qətli, yəni onun öldürülməsi ki, bu hədis də Kəmuləddin kitabında cild 2 səhifə 649-da və eləcə də digər mənbələrdə var, oxuya bilərsiniz. Və mən mövzumuza keçməmişdən öncə Peyğəmbərimiz nə buyurdu? Qiyamətin əlamətlərindən biri də Dəccaldır. Dəccal barəsində qısaca bir məlumat verək və eləcə də davam edər. Yəni Dəccal elə bir məlum bir şəxsdir ki, hədislərdə də var ki, o belə deyək ki, car çəkəcək və onun bu səsini həm şərq, həm qərbdəki insanlar və cinlər eşidəcək və o deyəcək ki, mənə tərəf gəlin. Və o ki, yəni Dəccal Allahlıq iddiasında olacaq. Özünü Allah kimi qələmə verəcək. Allahın məxsus sifətləri özünə aid edəcək. Nə bilim, hədislərdə var, onun yanında çoxlu inək, qoyun, yəni olacaq, ona tərəf gələnləri yedizdirəcək, doyduracaq və hətta belə deyək, müəyyən sehr vasitəsilə, göz bağlama vasitəsilə insanlara
və cinlərə müəyyən bir sehirlər göstərəcək ki, var. Yəni bu da hədislərimizdə və onun vaxtında Allahın haram buyurduğu bir şeyləri o nə edəcək? Halal elan edəcək ki, misal üçün bunlardan mən çox-çox üzr istəyirəm. Biri zinanın özüdür. Zinadır ki, günümüzdə də təəssüflər olsun ki, günü-gündən artır. Yəni Dəccal da onu nə edəcək? Halal elan edəcək. Allahın buyurduğu bir şey. Əlbəttə ki də aydın bir məsələdir ki, onun tərəfində olan və olanlar da nədir? Kafirdir. Çünki Dəccalın özü kafirdir. Və hədislərdə var ki, onun alnında gözü, sağ gözü çıxarılmış bu formada qeyd olunur və qan laxtası kimidir gözü. Əlbəttə ki, bu barədə də hədislər var, amma bizim mövzumuz nədir? Zührun əlamətləri ki, o barədə inşallah ki, danışacağıq. Birincisi dedik ki, Süfyaninin, yəni qiyamı. Mən ümumilikdə belə deyim də, çalışdığım qədər vaxtımızı da nəzərə alacağam. Həm bu 5 əlamət barəsində danışacağam, həm də ki, bir neçə əlamət var ki, onlar barəsində də danışacağam. Süfyani kimdir? Süfyani hədislərdə var ki, bu şəxs ilkin vaxtlarda özünü zahid kimi göstərəcək və haqq üçün vuruşduğunu qeyd edəcək, amma sonradan məlum olacaq ki, o heç haqq üçün vuruşmurmuş. Onun niyyəti, yəni məqsədlərində heç bir ixlas yoxdur və hətta qeyd olunur ki, o Ruma gedəcək və orada öz boynunda xaçla qayıdacaq. Hədislərdə də var ki, İmam Sadiq əleyhissalamın belə buyurduğu nəql olunur ki, həqiqətən Süfyaninin məsələsi və onun Rəcəbdə, yəni Rəcəb ayında ortaya çıxması qəti surətdə baş verəcək işlərdəndir. Yəni qəti surətdə bu iş baş verəcək. Bu iş baş verəcək. Və eləcə də onunla yanaşı əlbəttə Xorasan belə deyək də Yamaninin və Xorasaninin də nə olacaq? Xurucu olacaqdır. Misal üçün İmam Sadiq əleyhissalamdan nəql olunan bir hədisdə də yenə qeyd olunur. Qaimin zührunun əlamətlərindən biri də 3 nəfərin çıxışıdır, yəni xurucudur. Birincisi Süfyanidir, Xorasanidir və Yamanidir ki, eyni ildə, eyni anda və eyni gündə xuruc edəcəklər. Eyni vaxtda yəni xuruc edəcəklər. Onların arasında hidayətə ən çox yaxın olan Yamani olacaq. Çünki o cəmaatı haqqa dəvət edəcək. Və hətta qeyd olunan hədislərdə də var ki, ondan sonra onun oğlu davam etdirəcək bu işi. Ümumilikdə xülasə, yəni Yamani bu üçünün arasında haqq əhlidir, digərləri isə yox. Muhammed ibn Müslüm Əbu Cəfər Muhammed ibn Əlidən, yəni İmam Baqir əleyhissalamdan belə nəql edir. Süfyani və Qaim bir ildədirlər. Yəni bir ildədirlər. Yəni Süfyani belə deyək də xuruc etsə, bilək ki, Qaim də həmin ildə zühur edəcək. Və bu hədis Şeyx Numaninin Qeyb dövrü əsərində olan səhifə 267-də, İsbatul Huda cild 5 səhifə 366-da və eləcə də Buharul Ənvar cild 52 səhifə 239-da qeyd olunmuşdur. Və əlamətlərdən biri də budur ki, səmadan gələn nida. Nədir bu səmadan gələn nida? Əlbəttə burada bir sıra fərziyyələr və o nidanı kim səsləndirəcək? Ümumilikdə, yəni hədislərdən bizə gəlib çatan budur. Ümumilikdə, yəni xülasə səmadan bir nida gələcək və bu nidada İmam Mehdi Əcəlallah Fərəcəhu Şərifin zühuru barəsində, yəni o şəxsin zühur etməsi barəsində səslənəcək. Və hətta hədislərdə var ki, günün əvvəlində bu səs gələr, bu car gələr və bu səsi hər kəs eşidər, hətta yatan şəxs belə deyək ki, durub oturar, oturan şəxs ayağa qalxar. Yəni hər kəs bu səsi eşidər və qeyd edək ki, bir də günün sonunda deyirlər ki, iblis səs edər ki, yəni zühr edən şəxs öldürülmüşdür. Yəni imamın öldüyünü bildirər. Necə ki, belə deyək də,
hədislərdə var, İmam Sadiq əleyhissalam belə buyurur: qaim yalnız tək rəqəmli ildə zühr edəcək. 1, 3, 5, 7 və 9 kimi. Bəli, hədislərdə ən çox gəlir ki, Ramazan ayının 23-də qaimin adı çəkilərək nida olunacaq. İmam Sadiq əleyhissalamın belə buyurulduğu nəql olunmuşdur ki, Ramazan ayında çığırtı bu aydan 23 gün keçdiyi zaman, yəni cümə gecəsi baş verəcəkdir. Bir bu hədis var əlimizdə və bundan əlavə olaraq da mən çox qeyd etmişəm burada. Burada yəni ki, ümumi olaraq qeyd edək ki, bəziləri də sual edir ki, o qaimin ki, İmam Zaman Ağa Əcəlallah Fərəcəhu Şərifin ordusu var ki, o deyirlər ki, 313 nəfər. Yəni 313 nəfərlə hələ yekunlaşmır ha. Yəni ordu komandanları 313 nəfər, onların da hədislərdə 10 minlərlə ordusu olar və qeyd edək ki, bu şəxslər, yəni həmin gün ki, gəlib çatdı, hədisdə var, İmam Sadiq əleyhissalam belə buyurur: Bədir savaşçılarının sayı qədər 313 nəfər şəxs yatağından yoxa çıxacaq, bir anda Məkkədə olacaqlar. Buca Allahın sözüdür. Necə ki, Bəqərə surəsi 148-ci ayədə əziz Allahımız belə buyurur: Harada olursanızsa olun, Allah sizi bir yerə toplayacaq. Həqiqətən də Allah hər şeyə qadirdir. İndi bəziləri sual edir ki, o 313 nəfər kimlərdir? Yəni onların xüsusiyyətləri ki, biz intizar əhlinin xüsusiyyətləri barəsində danışmışdıq ki, bu 313 nəfər də əlbəttə ki, imamın zührünün gözləyən şəxslərdir və onların kimliyi barəsində hansı ölkələrdən olacaqlar, bu barədə çox sual olunur. Bunun cavabı da qısadır, mənbənin deyəcəm, inşallah ki, gedib araşdırarsınız. Şeyx Muhammed Hibətullah Trablusi Əl-Fəracul Kəbir kitabında Cabir ibn Abdullah Ənsariyə yetişən sənədlə nəql edir. Deyir, möminlərin əmiri Əli əleyhissalam o 313 nəfərin hər birinin hansı şəhərdən, hansı ölkədə olduqlarını soruşdum. O da yəni buyurur, yəni çox uzundur. Gedib oxuya da bilərsiniz inşallah ki, orada 3 nəfərin də Azərbaycandan olduğu da qeyd olunur. Dördüncü əlamət isə budur ki, nəfs-ü zəkiyyənin öldürülməsi, yəni onun qətlə yetirilməsi. Əlbəttə ki, o şəxs peyğəmbər nəslindəndir və hədislərdə də var ki, rükun ilə məqam arasında şəhid olacaqdır, onu qətlə yetirəcəkdilər. Və bir əlamət də budur ki, günəşin tutulması və yağıntılı havalar ki, hədislərdə var. İmam Baqir əleyhissalam belə buyurur: Qaimin zührundan öncə 2 əlamət var. Günəş Ramazan ayının ortasında, ay isə sonunda tutulacaq. İmam Baqir əleyhissalamdan nəql olunmuş bir hədisdə də qeyd olunur ki, bu işin qarşısında 2 şey vardır. 2 şey vardır. Nədir bunlar? Ayın tutulması barəsində danışır imam və qeyd edir ki, burada qeyd olunur ki, indi uzundur. Ümumilikdə ayın tutulması barəsində danışır və qeyd edir ki, belə bir hadisə, indi orada ayın tutulması biraz fərqli formadadır, ümumi uzundur. İndi mən qısa xülasə qeyd edirəm. Yəni imam sonda qeyd edir ki, Adəm əleyhissalamın yer üzünə enəndən bəri belə bir hadisə baş verməmişdir və bu hadisə, yəni astronomlar ki var, münəccimlər, onların hesablarını alt-üst edər. Alt-üst edər. İmam Sadiq əleyhissalamın belə buyurduğu da nəql olunur ki, qaimin gəlişi çoxlu yağışların baş verəcəyi ildədir. Həmin yağış ağaclardakı meyvələri və xurmaları zay edəcək. Buna əsla şək etməyin. Əlamətlərdən biri də Kufə məscidinin divarının uçulmasıdır ki, ümumilikdə əlamətlər içərisində çoxdur əlamətlər. Misal üçün zinanın çoxalması,
ki onunla bağlı olan bir sıra məsələlər var. Bu öz-özlüyündə müharibələrin artması, xəstəliklərin olması ki, biz inşallah ki, qısa xülasə şəkildə bəziləri barəsində danışırıq və bunlardan biri də Kufə məscidinin divarının uçulmasıdır ki, İmam Sadiq əleyhissalamın belə buyurduğu nəql olunur. İbn Məsudun evi tərəfdən Kufə məscidinin divarı yıxılanda həmin dəstənin hakimiyyəti aradan gedəcək. Onun aradan getdiyi zaman qaim Əccalallahu fərəcəhu şərif zühur edəcək. Bu da əlamətlərdən biridir. Sonra əlamətlər daxilində var, yəni əlamətlərin siyahısında var. Fərat çayının bir qolunun daşması və Kufə şəhərinin belə deyək ki, axması və yəni Kufəni belə deyək su basması. Ümumilikdə İmam buyurur, İmam Sadiq əleyhissalam zuhr ilində Fərat çayı daşıb Kufənin küçələrinə daxil olacaq. Bu da əlamətlərdən biridir ki, zuhur ilində baş verəcək və eləcə də qeyd edək ki, İmam Mehdi Əccalallahu fərəcəhu şərifdə əvvəl qıtlıq hadisəsi də baş verəcək, yəni ümumi dünyada ki, artıq belə deyək ki, o dövrə doğru da gedirik. Qida çatışmazlığı problemi alimlər tərəfindən araşdırılan məsələlərdən biridir. Hədisdə var, İmam Sadiq əleyhissalamdan belə nəql olunur ki, qaimdən az əvvəl Allah Taala tərəfindən möminlər üçün bəzi əlamətlər baş verəcəkdir. İmamdan soruşurlar ki, nədir bu əlamətlər? Buyurur, o izzət, cəlal sahibi Allahın kəlamıdır. Sizə mütləq imtahan edəcək ki, Bəqərə surəsi 155-ci ayədə buyurulur, qaimin zuhrundan öncə möminləri, yəni İmam buyurur ki, qaimin zuhrundan öncə imtahan olunacaq. Bunlar nədir? Bəqərə surəsi 155-də buyurulur ki, Əzza Allahımız buyurur ki, biraz qorxu və aclıqla, eləcə də mal, can və məhsul azlığı ilə, yəni onları imtahana çəkərik, səbr edənləri müjdələ. Bəli, ümumi hədisdə də burada aclığın baş verməsi və burada candan söhbət getdi ki, İmam buyurur ki, Bəqərə surəsi 155-ci ayəni misal gətirir ki, bu da xəstəlikdən xəbər verir. İnşallah ki, o mövzuya da gələcəm. Və əlamətlərdən biri də zəlzələlərin baş verməsi və taun xəstəliyinin yayılmasıdır ki, bayaqlarda qeyd etdik, Bəqərə surəsi 155-də də burada insanların can ilə imtahan ediləcəyi barəsində də xəstəliklə imtahan ediləcəyi barəsində də qeyd var idi. İmam Sadiq əleyhissalamdan belə nəql olunur ki, qaimdən öncə 2 ölüm vardır. Qırmızı ölüm, ağ ölüm. O həddə qədər ki, hər 7 nəfərdən 5-i aradan gedər. Qırmızı ölüm qılıncdır, ağ ölüm isə taundur, yəni taun xəstəliyidir. Ümumilikdə belə. Yəni ki, bu da nəyin göstəricisidir? Bu qədər saydığımız əlamətlər və bundan daha çoxdur ki, mənbələrə müraciət edə bilərsiniz, ətraflı şəkildə oxuya bilərsiniz və bizim vaxtımız qısadır, məhduddur və çalışdıq ki, əsas əlamətlər barəsində və bir sıra əlamətlər barəsində danışaq və ümumi nəticə olaraq biz əlamətləri 2 hissəyə böldük, qəti əlamətlər, qəti olmayan əlamətlər və bu barədə də danışdıq. Və bir şeyi də aydın şəkildə yadda saxlayaq ki, qaim zuhr etdikdən sonra imtahan olmayacaq. Hədislərdən də belə başa düşürük ki, imtahan elə indidir. Yəni qaimin zuhruna qədər ki, qaim zuhr etsə, artıq insanlar ona qədər ələnəcəklər. O necə ki, belə deyək ki, unu ələyirlər. Neynirlər? Unu ələyəndən sonra ki, orada belə deyək də, tör-töküntülər, bəzi zirzibillər ki, qalır ələyin üstündə, unu atırlar və o ələnmiş un, belə deyək ki, tavanın içinə tökülür də. Eləcə də bu imtahanların məqsədi də budur.
Bəziləri düşünməsin ki, İmam Zaman Ağa Əcəlallah Fərəcəhu Şərif zühur etdikdən sonra insanlar ayrılacaqlar ki, bunlar belə deyək də Allah tərəfindədir, bunlar kafirdirlər. Yəni bunlar tövhid yolundadır, bunlar şeytan yolundadır. Elə bir şey yoxdur. İndidən artıq başlanıb ələnmə prosesi. Ələnmə prosesi. Və bilmək olmaz ki, ömrümüz çatacaq zühura yoxsa yox. Ona görə düzgün yaşamaq lazımdır. İnsan hətta intizarda olsa və ömrü çatmasa və ölsə, yəni öldü, ömrü çatmadı. Ömrü çatmadı. Hədislərdə var, ona nə qədər əcirlər verilir. Bədir və Ühud şəhidlərinin savabı qədər savab verilir. İmam Zaman Ağa Əcəlallah Fərəcəhu Şərifin sadrında olan şəxs kimi olar və onun yanında döyüşüb şəhid olan kimi, yəni şəhid olan şəxsin savabı kimi savab verilər ona. Ümumilikdə məsələ belə, yəni məsələ çox ciddidir və imamın zühuru yaxındır. Yəni ötən mövzularda elə birinci mövzudan qeyd edirəm ki, İmam Zaman Ağa Əcəlallah Fərəcəhu Şərif bizim gələcəyimizdir. Bu keçmiş deyildi ki, oldu, bitdi. Bu baş verəcək. Buna özümüzü hazırlamalıyıq. Əlamətlər içərisində var zina, əlamətlər içərisində var çoxdur əlamətlər. Yəni saysan qurtarmaz müharibələrin baş verməsi, insanlar arasında gediş-gəlişin azalması, nə qədər biz indi belə deyək də cəmiyyətdən uzaq düşmüşük. Mobil telefonlar əllərimizdə, sosial mediadan istifadə edirik. Bəzi adamlar deyir ki, mənim heç günümün bərəkəti yoxdur, heç bilmirəm gün hardan çıxır, hardan batır. Namaz qılmağa bəziləri deyir ki, vaxtım çatmır. Yəni bunlar hamısı bəladır, bunlar hamısı əlamətlərdir, zühurun əlamətləridir, axır zamanın əlamətləridir. İnsan çətin bir vəziyyətdir. Bəli, axır zaman çox çətindir. Hədislərdə var, insanın əlində, yəni axır zaman vaxtında insanın imanını qoruyub saxlaması əlində od saxlaması kimidir. Od saxlaması kimidir. Yəni hər an imanından azala bilər. Hər an imanın əlindən çıxa bilər. Diqqətli olmalıyıq. Diqqətli olmalıyıq. Çox diqqətli olmalıyıq. Həddindən artıq. Ki, bugünkü mövzumuz da bu qədər idi. Çalışdım əlimdən gələni edim, bəzi əlamətlər barəsində danışım. Əlbəttə, hədislər burada çox qeyd eləmişdim. Çalışdığım qədər lakonik şəkildə, qısa şəkildə bəzi hədisləri də səsləndirdim ki, əfsuslar olsun, vaxtımız çatmır, vaxtımız məhduddur. Təşəkkürlərimi bildirirəm, sağ olun, salamat qalın. İnşallah ki, gələn mövzularda görüşənə qədər